İranda baş verən proseslərə elə bir pəncərədən baxmaq da düzgün olmaz. Yəni hər şey yəni pisdir. Əslinə qalsa bu günləri baş verənlərin yəqin ki təhlili İranın ağıllı insanları tərəfindən aparılacaq. Bu yanlış deməli istiqamətlər incələnəcək. Bu vəziyyətin yaranmasında günahı olan insanlar da yəni müəyyən olunmalıdır. Çünki bu birdən-birə yaranmadı. Yəni bu qərar birdən-birə belə deyək də gündəmə gəlmədi. Çünki bu qərara qədər də İran ərazisində xeyli hadisələr baş verdi. İranın davranışları, İranın nə bilim bəzi terrorçu birləşmələri maliyyələşdirməsi, İran ərazisində açılımı istəyən topluma qarşı repressiv addımlar, rejimin deməli başqa fikirləri, insanları qəbul etməməsi bu vəziyyəti yaratdı. Yəni, 30 bindən artıq gənc öldürüblər küçədə. bəli. Yəni bu, yəni 3000 biz yadınıza tamamilə siz bayaları verilişin əvvəlində qeyd elədiniz. Biz deyirdik ki, bu Pezişkiyanın əmri ilə açıqlanan siyahı ki var idi, adı ilə, soyadı ilə 3000-ə yaxın adam orada qətlə yetirilib. Bu məsələ uzun illər açıqdır, uzun illər deməli müzakirə mövzusu olacaq ki, nədən bu insanlar həyatlarını yitirdilər, aralarında uşaqlar da var, aralarında gənclər də var, tələbələr də var, yaşlılar da var. Bu hamısı, yəni Pezişkiyanın sözü ilə desək, yanlış bir siyasətin nəticəsi oldu ki, yanlış siyasət nəticəsində bu vəziyyət yarandı. İndi Yani Pezişkiyan bu yanlış siyaseti deyəndə İranın siyaseti nəzərdə tutur və açıq deyirdi ki, burada nə İsraili, nə Siyonistlər deyirdi o. Nə Siyonistlər, nə Amerikanın təqsiri var. Bu elə bizim siyaseti, yəni İran siyasətinin fiyaskosu və nəticəsidir. Özü sonuncu açıqlamalarda açıq şəkildə bəyan elədi ki, xalqla bu cür kobud davranmaq olmaz. Bu Pezişkiyanın sözüdür. Kamran bəy, yəni bu İranın prezidenti hal-hazırda da yəni proseslərə aktiv şəkildə rəhbərlik eləyən, yəni şəxsin sözüdür. Bu sizin mənim sözüm deyil. Özü açıq elan elədi və ona qədər də, yəni onun bəzi mütərəqqi, belə deyək də, müsbət çağırışları vardı. Təəssüflər olsun ki, artıq dünyasını dəyişmiş ali dini lider və onun ətrafında olan dünyasını dəyişmiş Əli Şamxani, indi düzdür sağ olan Əli Laricani, sonra keçmiş Xarici İşlər Naziri Əli Əkbər vilayəti və digərləri. Bu siyahıya həm ölkə daxilində, həm də ölkədən kənarda olan bir sıra şəxslər var idi ki, hansı ki Pezişkiyanın xəttini heç cürə qəbul eləmirdilər. Yəni onun bir qədər xalqla açılım tipində danışma, xalqla belə deyək, yumşaq rəftara çağırışını bir qədər də zəiflik kimi qəbul edirdilər, bir qədər də onu necə deyərlər, geriyə addım kimi qəbul edirdilər. Amma bugün İranda yaşananlar, yəni Amerikaya da, onun müttəfiqlərinə də imkan verir ki, onlar açıq şəkildə desinlər ki, İranda baş verən proseslərə biz yəni tam fərqli rakursdan yanaşırıq. Onu da deyim Kamran bəy, bugün dünyanın bir nömrəli qüdrətli ölkəsinin rəhbərliyində də müəyyən belə deyək də ayrı-ayrı bəyanatların şahidi oluram. Siz bilirsiniz, ötən günlərdə Amerika prezidenti Trump dedi ki, mənim 3 namizədim var, yəni İranı rəhbərlik edəcək şəxslər. 3 namizəd, ondan soruşdular jurnalistlər kimlərdir? Sözsüz ki, o ad çəkmədi. Amma dünənləri mətbuat konferansı keçirən Amerika Müdafiə Naziri deməli Hezget dedi ki, bizim İranda hansısa bir rejim dəyişikliyi ilə bağlı hər hansı bir planımız yoxdur. Biz tamam başqa məqsədlə, yəni İrana dünənləri Amerikanın Müdafiə Nazirinin keçirdiyi mətbuat konferansında söylədiyi fikirləri mən dilimə gətiririm. Yəni Vance də yəni bu xəttə yaxın bir fikir səsləndirdi ki, bizim yəni İranın seçimi özü İran xalqı özü edəcək. Və xatırlayırsınızsa bir müddət əvvəl kömək yoldadır, kömək gəlir, siz nə bilim çalışın, deməli hazır olun, küçələrə çıxın. Biz indi ilk zərbədən sonra
artıq hakimiyyəti ələ götürün. Bu da Trump'ın sözləridir. Xatırlayırsınız da. Üzeyir bəy, xatırlayıram, o da var və elə dünən yox, sıra günə dedi ki, dünən yox, sıra günü idi. Bir də təkrar ona oxşar fikir söylədi ki, hələ ki küçəyə çıxmayın, çünki küçəyə çıxmaq təhlükəlidir, amma biz buranın nəticədə bombardman edib hər şeyi bitirəndən sonra siz çıxın küçələrə və haqq elədiyiniz öz hakimiyyətinizi götürün. Bu da Trump'ın sözləridir. Bəli, bəli. Yəni, bilirsiniz, ümumiyyətlə, mən Trump'la bağlı biraz gözləntilərim biraz fərqlidir. Açığını deyim ki, onun bu son açıqlaması ki var idi, İranla bağlı verdiyi açıqlama, yenə də Biden'ı, yəni öz sələfini təhqir eləməsi, yuxulu Biden, yəni onu Amerika prezidenti olmuş bir şəxsi yuxulu Biden və yəni amma özü də yatır ha. Trump deyim ki, son görüşlərinin çoxunda yaxşı yuxulayır maşallah. Gülmə qonşuva, gələr başıva belə bir el deyimi var. Məsələ burasındadır ki, Zelenskinin də bir qədər yəni sonuncu açıqlamasında təhqir eləyib, yəni daha çox nə bilim bu şoumenin əlinə oynayırdı. Yəni orada başqa ad çəkir, Trump başqa ad çəkir, amma aydın məsələdir ki, burada Ukrayna prezidentindən söhbət gedir və bugün də Ukrayna tərəfindən cavab özünü çox gözlətmədi. Yəni Donbasla bağlı bilirsiniz də, yəni Ukrayna prezidentinin bir sərt açıqlaması oldu ki, mən Donbası heç vaxt Rusiyaya təslim etməyəcəyəm deyə, yəni əvvəllər biraz yumşaq bəyanatlar olurdu ki, Ukrayna xalqı nə bilim qərar verməlidir, Ukrayna xalqı heç vaxt öz ərazi itkiləri ilə barışmayacaq tipli, amma bu günləri necə deyirlər, əlində balta və kökündən vurub dedi ki, mən heç vaxt Donbası, yəni Putinə təslim etməyəcəm. Yəni bugün üçün olan, yəni mövqe ondan ibarət idi. Bir sözlə, yəni Amerikanın çağırışları, mən sizə deyim ki, hələ bu savaş onsuz da, bayaqlar siz əvvəldə dediniz ki, bəziləri 4 günlük savaş kimi bunu fikirləşirdilər. Sonra dedilər, yox, 4 həftə ərzində bu savaş davam edəcək. İndi sonra, deməli, aprel ayda bura əlavə olunur. İstənilən halda qüvvələr nisbəti İranın xeyrinə deyil, Kamran bəy. Mən elə hesab eləyirəm ki, indi bir sıra yaxın şərq ölkələri də bu prosesə dəstək verməyə çalışacaqlar. Düzdür, İran onlara xəbərdarlıq eləyir. Yəni, biz necə deyirlər, adımlar atacağıq, biz İrana hücuma hazırlaşan dövlətlərə də cavab verəcəyik. Bir sözlə, yenə deyirəm ki, bu 28 fevralda başlayan bu müsibət, belə deyim, mən onu başqa cürə adlandıra bilmirəm. Yəni, İran xalqı üçün başlayan bu müsibət heç də yəni uzanacağı təqdirdə İran üçün yaxşı bir şey vəd eləmir. O ki, qaldı rejim dəyişikliyi, mən hesab edirəm ki, düzdür, indi məsələnin digər tərəfi də var. Razılaşa da bilərsiniz, mənlə razılaşmaya da bilərsiniz. Yəni, İrana qarşı bu hücum bir qədər də, yəni daxildə insanları konsolidasiya edir. Yəni, biraz sevinənlər də var, etiraz edənlər də var, amma baş verənlər həm də yəni mən daha çox sevinənləri gördüm. Xomeyni öləndə küçədə bayram eləyib, mayırlı axşamları. Hələ o rejimdə, hansı ki küçədə 30 mindən artıq adam öldürüblər. Görün, ümumiyyətlə o səhnənin özü gör ölkədə milləti, dövlətin əsas dayağı olan xalqı nə hala gətirəsən ki, küçədə 30 mindən artıq adam öldürəsən. Bax, indicə öldürüb, düzdür. Və hansısa düşməndir, Birləşmiş Ştatlar son, yəni bu İran rejimi, hakimiyyətə Xomeyni hakimiyyətə gələndən Amerika düşməndir, böyük şeytan sayılır. O böyük şeytanların dediyinə görə deyirəm. Oranı bombalaya, vura, binaları dağıda və xalq da sevinə. Nə hala salmalısan ki, nə hala gətirməlisən ki, xalq düşmənin zərbələrinə sevinə. Əlbəttə, mən bunu görürüm. Razıyam və ümumiyyətlə yəni idarə etmədə təkcə İranla bağlı deyil, yəni yaxın şərqdə, ümumiyyətlə yer kürəsində xeyli, yəni belə deyək də, reallıqdan uzaqlaşan rəhbərlər var ki, hansılar ki, belə deyək də, öz xalqı ilə zor gücünə danışır, yəni silah gücünə danışır və yaxud da ki, onları qətlə yetirməklə danışır. Mən deyim ki, bunlar gec-tez çox böyük
acı nəticələrlə müşahidə olunur. Acı nəticələr də odur ki, sizin də bayaq qeyd etdiyiniz kimi bir zamanlar tutaq ki, Səddam Hüseyni biz görürdük. Bir zamanlar biz Muammer Qəddafini görürdük. Amma sonradan yəni onların devrilməsi, insanların yəni buna hansı şəkildə reaksiya verməsi, bunu yaxın tariximizdə yaşamışıq. Düzdür, üstündən bir neçə il keçsə də, amma bu bizim üçün yaxın tarix sayılır. Ona görə də İran arasında başlayan bu deməli hadisələrin mən hesab edirəm ki, çox dərin iz buraxacaq Kamran bəy. Həm siyasətdə böyük bir belə deyək parçalanma olacaq. Parçalanma nə mənada? Soyuq münasibət olacaq. Zaten elə də var idi, amma yaxın illərdə, yəni bu da bir növbəti özdə bizim sərhədlərin yaxınlığında olan bir gərgin ocaq olacaq. Yenə də mən ümid eləmək istəyirəm ki, İranda baş verənlər tezliklə normal bir məzraya düşməlidir və normal bir idarə etmə olmalıdır ki, xalq da belə deyək də öz istəklərinə, öz arzularına çatsın. Çünki bu şəkildə davam edəcəyi təqdirdə mən hesab edirəm ki, İranda hələ problemlər bir müddət də dərinləşəcək və davam edəcək.